Xeyir olsun dəyərli izləyicilər. Bu gün sizə çox maraqlı bir həyət evi çəkib təqdim edəcəm. Mən hal-hazırda evin arxa hissəsindəyəm. Evimizin həyəti var, amma arxada. Qabaqda yoxdur. Həyəti arxadadır. 3 otaq, əşyalı və tam mülkiyyət kupçalı. Yer çox super bir yerdə, əla bir yerdir. Yeri də qeyd edəcəm. Bax belə bir balaca xudmanə həyəti var. Arxadadır. Bax bu həyət arxadadır. O gülləri çək, əsas o güllərdir. Güllərimiz var. Hər yeri çəkmə. İndi maklerlər tapacaq, gəlib qonacaqlar bura. Çəkmə hər yeri. Qapını da örtüm. Öyrədənmirəm. Deməli, evimizin əsas giriş hissəsi buradır. Ora arxası idi. Əsas giriş hissəsi. Daxil oluruq, sol tərəfdə mətbəx. Evdə nə görürsünüz qalır. Nə görürsünüz qalır. Mən qalmıram, mən çıxıram. Sağ tərəfdə yataq otağıdır. 3 otaq kupçalı. Qiymət 67.500 manat və əşyalı. Və qeyd edim ki, tam mülkiyyət kupçalıdır. 2 yataq otağı, 1 zal, 1 kuxna, hamam tualet. Hamam tualet burada da var. Çox adam deyir yoxdur. Var ya, prosta çəkmək istəmirik. Onun çəkilməsi biraz etik alınmır. Bu da bizim xudmani qonaq otağımız. 67.500 manat. Kondisioner də var. Nə görürsünüz qalır. Hər bir şey qalacaq. 67.500 manatdır. 3 otaqdır, kupçalıdır. Bütün əşyalar qalır. Xırdalanda çox gözəl bir yerdə. Yeri də haradır bilmək istəyirsinizsə zəng edin, əlaqə saxlayın. Baxmaq istəyirsinizsə əlaqə saxlayın, gəlin baxın. Qeyd edim ki, qabaq tərəfdən həyəti yoxdur. Birbaşa evə daxil olursan, qonaq gəlsə, həyətə çıxmaq istəsə, siqaret çəkməyə çıxacaq bura. O güllü, çiçəkli, bağlı, bağçalı. Orada bağ var ora. Yaxşı, aşağıda əlaqə nömrəsi var. Çox danışmağa ehtiyac yoxdur. Zəng edib gəlib baxa bilərsiniz.